Əlövsət Quliyev 51 ünvanıdır, baxasınız. Və keçən dəfə də göstərmişdik, Zülfəli İsmailov və onun bandit qrupu başda Bakı şəhərinin meri, bir də ki, Yasamal rayon icra başçısı olmaqla Bayır şəhərdə xüsusi mühafizə zonasında qanunsuz şəkildə söküntü aparırlar və tarixi abidələri zədələyirlər. Keçən dəfə göstərmişdik, çömçəni vurub bu binanı zədələmişdilər. İndi göstərəcəyəm. O arxa tərəfdən girəndə bina çöktü. Demək, baxın, binanı mən qabaq tərəfdən çəkmişdim. İndi də bax, buradan çəkirəm. Bu tarixi binadır. Vurub uçurtdular. Görün ki, nə vəziyyətə qoyurlar tarixi abidələrimizi. Eldar Əzizov deyir ki, Azərbaycan Bakı şəhəri Fransadan da üstündür. Fransa tualetinə də sahib çıxır ki, Fransanındır. Biz amma tarixi abidələrimizə sahib çıxa bilmirik. Eldar Əzizov kimi merlərin, onun əlaltıları, Zülfəli İsmailov, onunla bərabər Yasamal rayon icra başçısı Elşad Həsənov. Baxın, görün nə günə qoyublar. Zədələmişdilər binanı və bina bu yağışdan da uçdu. Altını zədələmişdilər, bu bina da uçdu. Baxın, görün.